Hər birinizi xoş gördük əziz şagirdlər. Bugün biz OTK-nın 9-cu sinif buraxılış imtahanının ikincisini izah edəcəyik. Yəni 2 noyabrda olan imtahanı. Gəlin başlayaq. Deyir ki 31-ci sualda katitləri 5 və 12 nisbətində olan düzbucaqlı üçbucağın perimetri 90-dır. Baxın, düzbucaqlı üçbucaqda 5, 12-dirsə bura avtomatik 13-dür. Yəni k-larla. Bunları toplayanda 13k üstə gələk, 5k üstə gələk, 12k sizə eləyəcək 30k bərabərdir 90-a. Buradan k-ya bərabərdir 3 alasıyıq. Hipotenuzun sorusudur. 13-ün 3-ə vuranda biz eləyəcək 39, yəni B variantı. 32-yə baxsaq. Baxın biz nə edirik? Kvadrata yüksəldirəm. 2a üstə gələk 3b-ni. Çünki digər tərəf kvadratdır. Bu eləyəcək 4a kvadratı, üstə gələk 9b kvadratı, üstə gələk 2ab düsturuna görə 12ab bərabərdir 196-ya. Bu 100-dürsə bu avtomatik olaraq 96 qalır. 12ab bərabərdir 96-ya, ab hasili bərabərdir 96 bölək 12-yə, yəni nəyə? 8-ə, C variantı. 33-də A A-ya bərabərdirsə, deməli A müsbətdir. B də mənfi B-yə bərabərdirsə, deməli B mənfidir. Buna əsasən hansı mənfi ola bilməz? Birincisi, baxın, AB kvadratı. B kvadratı müsbətə çevriləcək, bu da müsbətdir. Yəni birincisi müsbətdir. İkincisi, A çıxaq 2B. Bu müsbətdir. Müsbət ədəddən mənfi ədədi çıxanda bu da müsbətə çevriləcək, yəni müsbət ədəddir. B çıxaq 2A, bu mənfidir. Mənfi ədəddən müsbət ədədi çıxanda mənfi ədəd eləyəcək. Mənfi ola bilməz deyir, ona görə 1 ilə 2, yəni A variantı. Gəlin davam edək 34-lə. Baxın, AB ədədini açıram. 10-a üstə gələk B bərabərdir. 2A üstə gələk 5B-yə. A bu tərəfə gəlsə, B bu tərəfə gəlsə, 8A bərabərdir 4B-yə. Hər tərəfi 4-ə bölsəm 2A bərabərdir B-yə qalır. Yəni A, buradan da B-yə 2A qoyuram. Bölək A sizə 2-yə bərabər olur B variantı. 35-ə baxsaq, AOB üçbucağında OC təm böləndir. Yəni alfa olan 2 hissəyə bölür. OD şüası isə AOC-nin təm bölənidir. Yəni bura AOB obşu bucaq 140 dərəcədirsə, deməli bura 70-dir. Buranın da obşusu 70-dir. Bu da bunun yarısı deyil. 35 bölür. C OD-ni soruşur 35 dərəcə. Deyir ki, düzmü yazdıq? Bəli, 35 dərəcə. 36 deyir ki, A həqiqi ədədi üçün A kubu bərabərdir 2-yə. Baxın, A üstü 6-nı mən A kubunun kvadratı yaza bilərəm. Bu da sizə 2-nin kvadratı, yəni 4-ü verəcək. 4 ilə 6-nı da toplayanda 10 eləyəcək A variantı. 37-yə baxsaq 45% 90-dır. 90 45%-dir. 100%-mə bir x deyirəm. Bu eləyir sizə 200. 200-ün də 30%-ni soruşur. Bu da sizə eləyəcək nə? 60. 38-də alfa ilə beta bir-birinə bərabərdir. Çünki bunlar uyğun bucaqlardır. Alfa betaya bərabərdir. Betaya. Belə deyim, gamma da sizə bura betadır. Bunun üzərində yazmaq olurmu? Olur. Bura betadır, eləmi? Baxın, bu hissə betadır. Avtomatik bu hissə də betadır. O zaman gamma sizə 180 çıxaq beta olacaq. Gəlin baxaq. Gamma da sizə nədir? 180 çıxaq betadır. Gəlin hesablayaq. Alfanın yerinə beta qoyuram. Beta üstə gələk 2 beta üstə gələk 3 vuraq gamma. Yəni 180 çıxaq beta bərabərdir. Buradan beta üstə gələk 2 beta, 3 beta da yaza bilərdik. Üstə gələk 540 çıxaq 3 beta. Betalar gedir, qalır bizə 540, yəni nə? C variantı. Gəlin davam eləyək 39-la. Aha, 2 çıxaq 2 bölək 2 çıxaq 4-də 3-ü də 9-da 3 kimi yazıram. Bu sizə verir 2 çıxaq 2 bölək 2 tam sizə 9-da 18-dir. 9-da 18-dən 9-da 3-ü çıxanda qalır 9-da 15. Buradan da 2 çıxaq, 2 vuraq 15-də 9. Hər ikisi 3-ə ixtisar gedir. Qalır 3, qalır 5. Yəni 2 çıxaq 5-də 6. Bu da sizə verəcək 5-də 4-ü, yəni 0,8-i C variantı. Gəlin davam eləyək. 40-la. Deyir ki, bir ABC üçbucağım var əlimdə. Buradan bura bir dənə xətt çəkilib. AD bərabərdir DC-yə, o da bərabərdir BD-yə. Aha, gözəl. Əslində buradan nəyi tapırıq? Bu mediandır. Median da
Tərəfin yarısına bərabər olması düzbucaqlı üçbucaqdadır. Deyir ki, C, B, D 25'dir. Aha, bura 25'dirsə, düzbucaqlı üçbucağa ehtiyac yoxmuş. Bura ilə burada bərabər olduğu üçün burada 25'dir. Avtomatik bura qalır 50 dərəcə. Bura 50 dərəcədirsə, bura ilə buranın da cəmi bərabərdir. 180-dən 50-ni çıxıram 130. Onun da yarısı 65 parçalanır C variantı. 41'ə baxsaq, hər ikisindən A üstü N-i çıxartsam, qalır A kvadratı çıxaq 81. 81 də isə 9-un kvadratıdır. Bu da eləyir A üstü N, A çıxaq 9 və A üstə gələk 9. Bu da olur B variantı. 42'yə baxsaq, baxın, A çıxaq B mənə nəyi verir? 1'i verir və 2'ni verir. B çıxaq A da sizə, yəni 2 dənə ədədi verir. B çıxaq A da sizə 6 və 5'i verir. Üzr istəyirəm, 6 və 7'ni verir. Yəni 2 dənə ədəd verir. Toplamı 4 eləyir. Davam eləyək. A kvadratı üstə gələk 2AB üstə gələk B kvadratı üstə gələk 1. Bu sizə A üstə gələk B-nin kvadratını verir. A üstə gələk B 8'dir. 8'in kvadratının üzərinə 1 gələndə 64 plus 1, yəni 65'i verəcək. Tənasübün kənar ədlərinin asılı orta ədlərin asilinə bərabərdir. Yəni x plus 2'nin 9'a vuranda 4x minus 5'in 12'ye vurulmasıdır. Bu eləyir 9x üstə gələk 18 bərabərdir. 48x çıxaq 60'a. Buradan 9 bu tərəfə keçsə, 60 bu tərəfə keçsə, 78 bərabərdir 39x-a və x-də tapanda nə olur? 2 olur B variantı. Gəlin 45'ə baxaq. Rəqəmlər yaxşı görsənmir əslində. Deyəsən 9 üstü 9, 8 üstü 3, 16 üstü 4'dür. Aha, məxrəci 32 üstü 4 və 27 üstü 5'dir deyəsən. Əgər rəqəmlər yanlışdırsa, düzdür, sual yanlış çıxacaq, amma yenə bir sonra baxaram həmin suala. 9 sizə 3'ün üstü 2'dir. Bunun üstü 9 yazanda 3 üstü 18 olacaq. 8 sizə 2 üstü 3'dür. Bunun üstü 3 yazanda 2 üstü 9 olacaq. 16 sizə 2 üstü 4'dür. Bunun üstü 4 yazanda 2 üstü 16 olacaq. 32 sizə 2 üstü 5'dir. Bunun üstü 4 yazanda 2 üstü 20 olacaq. 27 sizə 3 üstü 3'dür. Bunun üzərində 5 yazanda 3 üstü 15 olacaq. 3 üstü 15'nə bu ixtisar gedir, 3 qalır. Yəni 3 üstü 3 qaldı. 16 ilə 9'un toplamı 25 eləyəcək. Bununla gedəndə 5 qalacaq. 2 üstü 5 qaldı. Aha, burada bir səhv var. Bu 6'dır. Ona görə yanlış gedir. Bu 18 olacaq. 18 ilə 18'in hamısı ixtisar gedəcək. Burada qalacaq 32. Ümid edirəm rəqəmlər düzgündür. Rəqəmlər yanlış olsa yorumlarda qeyd eləyəcəm. 46'ya baxsaq. Ağzı sağa açılanların cəmi ağzı sola açılanların cəminə bərabərdir. Yəni bura 30 olmalıdır ki, cəmi 100 olsun. 47'yə baxaq. 0,5'dən böyük və məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirlər. Məxrəci 16'dır, yəni və 2'də 1'dən böyükdür. Yəni 16'da x böyükdür, 16'da 8'dən. İxtisar olunmayan düzgün kəsirlər. Yəni 8'dən böyükdür x və 16'dan balacadır. Bura nə yaza bilərəm? 9 yaza bilərəm, 10 yazan varam, ixtisar olunmayan deyir. 11 yaza bilərəm, 12 yazan varam, 13 yaza bilərəm, 14 yazan varam, 15 yaza bilərəm. 1, 2, 3, 4 dənə. Aha, cəmini tapın deyir. Bunları toplasam, məxrəci 16, bunları toplasam 20, 33, 48 eləyəcək. Bu da bərabərdir 3 olacaq. 48 ədədinin tərsi ilə əksi, 5 ədədinin tərsi 5'də 1'dir. Əksi isə mənfi 5'dir. Bunların fərqini soruşur. Bu eləyəcək 5'də 1 üstə gələk 5, yəni 5 tam 5'də 1, yəni 5 tam onda 2. 49'a baxsaq, burada A bərabərdir 3K yazırıq, B bərabərdir 5K yazırıq və bunların cəmi 8K bərabərdir 32'yə, K bərabərdir 4'ə. Fərqi 2K'dır, 2'ni də vururam 4'ə eləyir 8. 50'yə baxsaq, aha, M-in dərəcəsi mənə, M-ə bir A üstü 8 deyirəm. K-nın dərəcəsi 4'dür, 4'ü 3'ə vuranda 12 deyirəm. N-in dərəcəsi C üstü 10'dur. P-nin də dərəcəsi bir D üstü 6 olsa bunların kvadratıdır. Çoxadının dərəcəsi bununla böyük dərəcəsi 12'dir. Bunu da 12'yə vuranda 20'dir. 12 ilə də 20'nin toplamı mənə eləyəcək 32. Davam eləyək.
51-də bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsişmə nöqtəsinə qədər. Aha, şagirdlər, biz bilirik ki, medianların kəsişmə nöqtəsinə qədər olan məsafə 2-nin 1-ə nisbətində bölünür. Yəni, bura 6 kök altı 3-dürsə, bu da onun yarısı 3 kök altı 3 olacaq. Yəni, medianın mənə 9 kök altı 3 bərabərdir. A kök altı 3 bölünsün 2-yə. Buradan kök altı 3-lər gedəcək. Deməli, tərəfim 18-dir, tərəfini soruşur. Gəlin, baxaq. Uşaqlar, biz demişdik ki, alfa, beta və qammanın cəmi 360 dərəcədir. 4K, 5K və 6K-nın cəmi mənə verəcək 15K bərabərdir 360-a. Buradan K da bərabərdir 12 çıxacaq. Nəyi soruşur? Qammanı soruşur. Qamma da 6K-dır. 12 xüsusəm 24 eləyəcək. 6K-da 6-nı vurursunuz 24-ə. Bu da mənə nəyi verir? 144-dür. 53-ə baxsaq. Bərabər yanlı düzbucaqlı üçbucağın, aha, bərabər yanlıdır, yəni 45-dir bu bucaq. ACB, BD tənböləndirsə buranı 22,5 və 22,5 olmaqla 2 hissəyə bölür. Bura avtomatik olaraq bizə 77,5 olur. Bəli. CD isə 8-dir. Aha. AD-ni tapın deyir. Bura bir x desəm, burada avtomatik 8 üstə gələk x olacaq. Bu da 8 üstə gələk x vuraq, kök altı 2 olacaq. Gəlin buna görə Pifagor həll eləyək. Ya da Pifagordansa tənbölənə girsək, 8 üstə gələk x kök altı 2-nin x-a nisbəti bərabərdir. 8 üstə gələk x-in x-a nisbətinə, 8-ə nisbətinə üzr istəyirəm. Çarpaz həll eləsəm, bu tənliyi çarpaz vursam, bu eləyəcək 8 dəfə 8, 64 kök altı 2 üstə gələk 8x kök altı 2 bərabərdir. 8x üstə gələk x kvadratına. Buradan sizə verəcək x kvadratı üstə gələk 8x, üstə gələk 8x kök altı 2, üstə gələk çıxaq, bunlar çıxaq olur, 64 kök altı 2-yə. X kvadratı, bunlardan 8 x ortaq çıxartsam, qalır 8 çıxaq 8 kök altı 2x, çıxaq 64 kök altı 2 bərabərdir 0-a. Əziz şagirdlər, Viet teoreminə girsəm, x1 ilə x2-nin cəmi 8 kök altı 2 çıxaq 8-ə, x1 vuraq x2 də sizə 64 kök altı 2-yə bərabərdir. Buradan zaten köklərin bəlli olur, yəni biri mənfi 8-dir, o birisi də 8 kök altı 2-dir. Aydındır ki, mənfi 8 qoyanmaram, çünki bura tərəf olaraq mənfi 8 ola bilməz. Ona görə 8 kök altı 2 olacaq. Biraz uzun və maraqlı bir sualdır. Maraqlı tip suallardandır bu. Davam eləyək 54-lə. Deyir ki, sual edilsin vuruqları adı. Tamam. X ortaq çıxartsam, burada qalır x kvadratı çıxaq 64. Bu da bizə x vuraq, x çıxaq 8 və x üstə gələk 8-i verir. X kvadratı çıxaq 2x çıxaq 48. Bu sizə 6 vuraq 8 deməkdir. Bu da olur bizə x çıxaq 6 və x üstə gələk 8. Ortaya yazacağımız element x üstə gələk 8-dir. Yox, tərs yazdım, üzr istəyirəm. X çıxaq 8-dir, bu x üstə gələk. X çıxaq 8-dir. Bura mən yazıram x vuraq və x üstə gələk 8. Bu tərəfdə olur x üstə gələk 6. Belə. 55-ə baxsaq, boş olmayan A və B çoxluqları üçün kəsişmələri bölək 3. Yəni, NA kəsişsin B-yə mən 3K deyirəm. NA B çıxılsın A-ya da mən 8K deyirəm. Aha. NA çıxılsın B-yə də mən sadəcə K deməliyəm ona görə. NA birləşsin B bərabərdir. NA üstə gəlsin NB çıxılsın NA kəsişsin B-də, eləmi? Buna əsasən ya da bunu belə yaza bilərik. Fərqlər var deyə. Baxın, 2 dənə çoxluq var. Orta 3K olur. Bura K-dır, bura 8K-dır. Yəni toplam bizə verir 12K bərabərdir 48-ə. K da bərabərdir 4-ə. Kəsişməsini soruşur. 3-ü də vurursunuz. 4 eləyir 12. Belə, hər kəsə uğurlar, ümid edirəm variantlar hər kəsdə doğrudur.